Qayda var, hansı ki bizə də o normal gəlmədi. Magistratura imtahanında Aytun, deməli, birinci girən kimi dinləmə mətnidir və o dinləməyə qulaq asıb 5 sual yazırsan. Aha, birinci. Birinci girən kimi deyirlər ki, birinci dinləmə olacaq. Payladılar sizə sualları, dinləmə olacaq. Xub, əla. Hamı dinləyir, 2 dəfə verir dinləməni təkrar. Bir dəfə verdi, 30 saniyə pauza, bir dəfə də verir, vəssalam, ondan bitdi. Rus dilindən, təbii ki, rus dilindən başlamasını sən yazmağa üçün rus dilindən dinləmə elədin axı. Məcbursan rus dilindən başlayırsan, yaxud İngilis, yəni dildən. Lab Mazambik dili olsun. Dildən, dili bitirdin. Xarici dildən. Bəli, dili bitirdin sonra nəyə keçirsən? İnformatika və məntiqə. İndi orada özün bilirsən artıq, hansını istəyən əvvələ sonraya. Onu da bitirəndən sonra 3 saat bitir, sən kodlaşdırırsan bütün cavabları və sonra yarım saat təzdən rus dilindən esse yazmalısan. İstəsən təbii ki. Biz rus dilindən dinləmə edib, rus dilini yazırıq, sonra informatika, sonra məntiq, sonra rus dilinə niyə qaydırıq? Ya, İngilis olsun. Xarici dilə, gəl belə deyək, çünki bəziləri bugün qıcıqlanır bu məsələdən, bu gəlin xarici dildən imtahan verən adam xarici dildə dinləməni edir, cavabları yazır, sonra keçir informatika və məntiqə, sonra yenə xarici dildən esseyə keçir. Niyə axı bunu belə, niyə dolaşığa salırsınız? Ya bu esseni də bunun dalınca verin kağızını yaz. Esse də nədir? Hansı esse müəllifi bunu düşünüb belə? Çox maraqlıdır. Ya mənə bu essenin kağızı bir dənə verəkdir də, verin. Mən o rus dili bitirəndən sonra essemi də yazım, keçim informatika və məntiqimə. Yaxud bu nədir? Başı xaricili, ayağı xaricili, ortasında sarı maya. Esseni də yazmasan, bəli, essen öldü. Qəribədir, çox qəribədir. Dəhşətlidir. Esse də insan kimi bir şeydir də, dostlar, anlayırsınız.